Mən Gəncə vilayətinin Samux qəzasının Tomulu kəndindəki Arıqlı soyundanam. Atamın adı Məhəmməd, anamın adı Ağa Soltan, ağabəyimin adı Şirin, qardaşlarımın adı Əsəd və Ələsdir. Doğulduğum kənddə mənə Arıqlının cəsuru Məmməd Qasım deyərdilər. 1897-ci ildə Tomuluda anadan olmuşam. Çar Rusiyası zamanı bizləri məktəbə oxumağa qoymazdılar, əskərliyə də aparmırdılar. Ona görə də mədrəsədə mollalardan oxuyub yazmağı öyrənirdik. O zaman Qafqazda hamı at minib silah gəzdirərdi. Fəqət əskərliyə aparılanlar çox az idi. Birinci Dünya müharibəsində Ruslar bizdən də könüllü əskər toplamağa başladılar. Bu səbəbdən 1915-ci ildə 16 yaşım tamam olduğuna görə mən də könüllü olaraq əskərliyə yazıldım. Bizi Gəncəyə gətirdilər. Topçu alayında 3 ay təlim keçməyə başladıq. Alayın komandiri Qarabağlı Səlim Sultanzadə idi. Həmin Sultanzadə sonralar 2-ci Dünya müharibəsində İranı işğal edən Rus qoşunları tərəfindən öldürülmüşdü. Nəysə, Sultanzadənin komandirliyi ilə alayımız döyüşmək üçün cəbhəyə yollandı. Biz Kiyevi də keçdik. Avropada əslən Borsalıdan olan İsrafil yadigarlığının alayı ilə birləşdik. Bizim alaydan başqa Gürcü, Çərkəz, Dağıstan bölükləri də var idi. Orada zabit həmyerlilərimizlə də tanışdıq. Səməd bəy və Qabaqtəpəli Ləbi dayının oğlu İsrafil də orada yüzbaşı rütbəsində idi. Gürcü əsilzadələrindən olan General Makalov 2 il müharibədə bizə komandirlik etdi. İsrafil isə 2-ci Dünya müharibəsində Almanlar tərəfinə keçdiyi üçün Ruslar tərəfindən öldürüldü sonralar. Karpat dağlarında Avstraliyalılarla döyüşərkən aldığımız əsirlər arasında türk dilində danışanlar da var idi. Onlar Yaqub Şövqü Paşanın əsgərləri idilər. Alman təyyarələri isə hər gün Dunay ətrafını bombalayırdı. Ruslar da onlara qarşı heç nə edə bilmirdilər. ...1917-ci ildə Rusiyada ixtilal baş verdi. Bu hadisə cəbhə xəttinə də təsirlərini göstərdi. Cana gəlmiş əskərlər hər yerdə sülh və hürriyyət deyib bağırırdılar. 300 il hökmranlıq etmiş Romanovlar taxtından salınmış, yerinə Kerenski keçib müvəqqəti hökumət qurmuşdu. Çar Nikolayın qohumlarının və qızının Avropada olduğu söylənirdi. Biz də cəbhədən Proskozevə dönmüşdük. O vaxt Kerenski də öz adamları ilə həmin yerə gəldi. Vağzalda bizimlə görüşdü. Sonra biz onunla birlikdə Peterburqa gəldik. Xarici müharibə bitsə də vətəndaş müharibəsi yeni başlamışdı. Çar Nikolay mühafizə dəstəsi isə yoxa çıxmışdı. Daxili müharibə davam edir, hər gün 10 minlərlə insan ölürdü. Əsgərlər yeni inqilab mahnıları oxuyurdular. Qalan əsgərlər isə evlərinə qayıdırdılar. Biz türklər, Gürcülər, Şimali Qafqazlılar və Dağıstanlılar da evimizə qayıtmaq üçün hazırlıq görməyə başladıq. Yol idarələri də fəaliyyət göstərmirdi, ona görə də biz üstü açıq vaqonlar tapa bildik. Vaqonları qum torbaları ilə doldurduq. Topları və iri çaplı tüfəngləri torbalar arxasında gizlədə bildik və yola çıxdıq. Kiyev yaxınlığında qatarımız dayandı. Bizim əskərlərdən biri qarpız almaq üçün yerə enərkən onu seyr edən bir erməni əskəri güllə ilə vurdu onu. Qafqazdakı erməni-müsəlman davası 10 ildən çox idi ki, davam edirdi. Buna hirslənən əskərlərimiz vaqonlardan düşüb stansiyadakı bütün erməni və rus əskərlərini məhv etdik. Sonra da yolumuza davam elədik. Öz nefti ilə zəngin olan Qroznıda da relslər sökülmüşdü. Çeçenlər bizi tanıdılar, yolu düzəltdilər, bizə toxunmadılar. 4 vaqon silah-sursatla doğma vətənimizə gəlib Bakıya çatdıq. Bir-iki gün Bakıda qaldıqdan sonra komandirimiz Şahverdi xan Ziyadxanlının komandanlığı ilə alayımızla birlikdə Gəncəyə üz tutduq. Şahverdi xan Gəncə xanı Cavad xanın nəslindəndir. Cavad xan 1804-cü ildə oğlu Hüseynqulu xanla şəhid edildikdən sonra düşmənlər şəhəri tuta bilmişdi. O zaman Azərbaycanın və Qafqaz ölkələrinin Rusiya ilə bağlı heç bir məsələsi qalmamışdı. Mən Karpatda vuruşanda baş çavuş idim, ona görə də məni Morul lemsəsi deyilən yerə baş çavuş təyin etdilər. Orada biraz işlədikdən sonra öz xahişimlə azad oldum və mənim yerimə Adıgözəlli Qədir bəy təyin etdilər.
1917-ci ilin sonları idi. Rusiyada vətəndaş müharibəsi davam etdiyi vaxt Batumdan hərəkət edən qatarlar Gürcüstandan keçib Gəncə yolu ilə Bakıya və Rusiyaya getməli idilər. Vaqonlarda Rus əsgərləri daşınırdı. Onların içərisində ermənilər də az deyildi. Qatarlar Azərbaycanlılar yaşayan kəndləri, stansiyaları keçəndə ətrafdakı günahsız insanlara toplardan və iri çaplı tüfənglərdən atəş açır, günahsız həm yerlilərimizi öldürürdülər. Bu xəbər bütün Gəncə və Gəncə ətrafını sarsıtmışdı. Sonralar Azərbaycan Cümhuriyyəti dövründə Gəncə valisi işləmiş doktor Xudadat bəyin başçılığı ilə Şəmkir və Gəncə arasında vaqonları saxlayıb onları tərk silah edə bildilər. 20 günədək davam edən döyüşlərdə düşmənləri tamam tərk silah etmək mümkün olmuşdu. Ondan sonra gələn əsgərlər ağ bayraq qaldırıb silahlarını təhvil verərək yollarına davam edirdilər. Azərbaycan Cümhuriyyəti yarananda iyun ayında 1918-ci ildə mərhum Ənvər Paşanın qardaşı Nuru Paşanın komandanlığı ilə Osmanlı Türk ordusu Gəncəyə gəldi. O zaman Azərbaycanın baş şəhəri Bakı erməni və rusların əlində idi. Yerli əhalini bolşeviklər sorğu-sualsız məhv edirdilər. Mars soyqırımı da o zaman baş vermişdi. 1918-ci il 28 mayda Azərbaycan Cümhuriyyəti quruldu. Azəri və Türk əsgərləri Bakını azad etmək üçün hücuma keçdilər. Bolşeviklər Sovet hökuməti qurmaq adı ilə xalqın başına min cür fəlakətlər açır, müsəlmanları məhv edirdilər. Türk və Azərbaycanlı qoşun birləşmələrinin səyi ilə Bakı azad olundu və tarixdə ilk Türk Cümhuriyyəti quruldu. Yüksək və qarlı dağları, yalçın qayalıqları, dağ şəlalələri, ormanları, ovalıqları, rəngarəng təbiəti olan vətənimin insanları da çox cəsurdur. Onlar həmişə işğalçılara mübarizə aparmışlar. Azəri xalqının bu cəsurluğu da nəsildən nəsilə keçmişdir. Adət etmədiyimiz bir şey varsa o da xəyanət və yalandır. Bu da millətimizin, xalqımızın saf niyyətli, təmiz qəlbli olmasından irəli gəlir. İstiqlal sevinci ilə yaşayan Azərbaycan türkləri o zaman Türk ordusunun yardımını unutmamış, onların şəninə şeirlər qoşmuş, şərqilər mahnılara dönüşmüşdü. Onların bir ikisi hələ də yadımdadır. Şalon gəlir baş-başa, içində Nuru Paşa, paşaların paşası yaşasın Ənvər Paşa. Şalon gəlir yan verir, Gəncəyə nişan verir, içindəki zabitlər Azərbaycan deyə can verir. Türk ordusu işini bitirib Anadoluya döndükdən sonra mən də Samuqdakı kəndimə qayıtdım. Azərbaycan ordusu yenicə yaranmağa başlayırdı. Biz isə yenə də silahla dolaşırdıq. Bir gün məni Gəncə şəhər valisi Xudadat bəy yanına çağırdı. Rəfiqəylilərə səmimi münasibətimiz olduğuna görə dərhal yanına getdim. Gəncə şəhəri ortasında çay axan qədim bir şəhərdir. Batı tərəfdə türklər, doğuda isə ermənilər yaşayırdı. Ermənilər tərəfə dəmir bir körpü ilə keçib getmək olurdu. Vilayət binasının erməni tərəfdə 4 mərtəbəli saray olduğunu öyrəndim. Doktor Xudadat bəyi iş otağında tapdım. Uzun boylu, enli kürəkli, qüvvətli bir kişi idi. Sərt baxışları ilə məni süzdükdən sonra barmaqları arasında qələmi saçlarına dayayıb, "Xoş gəldin Qasım, buyur əyləş" dedi. Oturdum. Biraz sükutdan sonra sözünə davam etdi. "Qasım, nə vaxtadək dağda daşda dolaşacaqsan? Azərbaycan hökumətini qurduq, fəqət hərəmiz bir tərəfə çəkilirik. Siz gəlib vəzifə alıb işə başlamalısınız. Əsgərlikdə, müharibədə olmusunuz. Bizə belə adamlar çox lazımdır." Sonra ağır və qalın səslə davam etdi. "Qarazəmirlidən Ramazan oğlu Rüstəm, Dəllərdən Kərbəlayı Hacılar, Ayıblıdan Abdullah Quşbazoğlu, Hacı Həsən, hamısı gəlməli və birlikdə bizə yardımcı olmalısınız. Qardaşın isə dövlət dəmir yolunda işləyəcək. Dövləti, hökuməti bir yerdə quracağıq, başqa yolumuz yoxdur," deyib sözünü bitirdi. Vali bəyin sözlərini diqqətlə dinləyib, dərindən düşünürdüm. Bu vaxtadək heç kim bu sözləri bizə deməmişdi, yeni bir aləmdə idim. Məsuliyyətli bir vəzifə təklif olunurdu. Bir Qafqazlı kimi belimdə qılınc, arxamda tüfəng, at belində böyümüşdüm. Yeyib içib kef edirdim. Hər kəs özü-özünə hökumət idi. Elə hiss etdim ki, vəziyyət dəyişib. Xudadat bəy də mənə ehtiramla yanaşdığına görə
Çağırıb bu məsuliyyətli vəzifəni təklif edirdi. Valini doğma atam kimi sevirdim. O Gəncənin bəylərindən idi. Onlara Rəfibəyzadələr deyərdilər. Həmişə dövlət yanında xalqın haqq və hüququnu müdafiə edərdilər. Xudadad bəy Ələkbər bəyin oğlu idi. O da xalqı müdafiə etdiyinə görə sürgün olunmuşdu. Rəfibəylilər xalqın təhsil, sənaye, ticarət işləri ilə də məşğul idilər. Onlar cəhalətə qarşı da mübarizə aparırdılar. Çar zamanı Sibirdən Gəncəyə rus əsgərləri gətirilmişdi. Onlar çeşməyə gedən çarşaflı qadınlara söz atıb həyasızlıq edirdilər. Bundan mütəəssir olan xalq Ələkbər bəyin yanına şikayətə gedir. Bizim də dəliqanlı vaxtlarımız idi. Ələkbər bəy 15 nəfər dəliqanlı topladı və dedi: "Hamınız qadın paltarı geyib üstündən çarşafa bürünəcəksiniz. Kişi olduğunuz bilinməsin. Silahlarınız da çarşafın altında olsun. Qucağınızdakı teşt paltarlarla dolu çaya gedəcəksiniz. Rus əsgərləri hayasızlığa başlayanda atəş edəcəksiniz." Onun tapşırığını yerinə yetirdik və nəticədə Rus əsgərləri rədd olub getdilər. Mərhum Ələkbər bəyi öldürmək üçün ermənilər və ruslar nə qədər hiylə qursa da xalq onu qoruyurdu. Azərbaycan Cümhuriyyəti mənə Eldar, Alazan nəhri arasında Gürcüstan sərhədlərini qorumaq üçün komandanlıq vəzifəsi verdi.